Aprel 16'sına gözlənilən hava proqnozu açıqlanıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Belə ki, aprelin 15-dən 16-sına keçən gecədən yağışın aramsız, leysan xarakterli intensiv, günün birinci yarısına qədər yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Şimşək çağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə 6-9, gündüz 10-12 dərəcə isti, atmosfer təzyiqi isə 766 mm civə sütunu təşkil edəcək. Sabah Naxçıvanda da havanın tutqun olacağı, yağış, bəzi yerlərdə isə leysan xarakterli yağış yağacağı bildirilir. Temperatur 7-10 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında sabah intensiv yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların daha da güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərə qar yağacağı bildirilir. Gecə və səhər duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 5-9, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.